mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyülür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odlar yurdumun azad gəncləri, üç rəngli bayraqla ordumda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Axşamınız xeyir olsun, hörmətli Azərbaycan tamaşaçıları, studiyamızın hörmətli qonaqları və iştirakçılarımız. Eləcə də vətənimizin sərhədlərindən çox-çox uzaqlarda ekran qarşısında əyləşib bizi izləyən əziz soydaşlarımız. Növbəti oyunumuzda xoş gördük sizi. Mən Azərbaycanlıyam Milli Bilik Yarışmasının bilik meydanı növbəti intellektuallarımızın zəka yarışı üçün hazırdır. İntellektuallarımız da yarışa hazırdırlar. Hətta görürəm ki, bizim çətinlik dərəcəsindən asılı olmayaraq bütün suallarımıza cavab vermək üçün səbirsizlənirlər. Belə olan halda mən zamanınızı itirmək istəmirəm və əziz tamaşaçılar, sizi bugünkü intellektuallarımızla tanış eləmək istəyirəm. Beləliklə, tanışlıq. Vüsalə Əzizli, İlkin Məmmədov, Ayşən Əzizli, Zeynal Rəşidli, Pərvin Həşimov, Fərid Hüseynov, Nərmin Mikailova, Məhəmməd Vəliyev, Elza Fəthullazadə və Murad Allahverdiyev. Əziz tamaşaçılar, intellektuallarımızla tanış olduq. İndi isə sırada təşəkkürlərimiz var. Və mən ilk olaraq yarışmamızın birbaşa təşəbbüskarı olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildirmək istəyirəm. Gənclərimizə hədiyyələri təqdim edən və bizə hər cür texnoloji dəstək verən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də təşəkkürümüzü bildiririk. Azərbaycanın Təhsil Nazirliyinə də təşəkkürlərimiz var.
Yarışmamızı ölkəmizdə və onun hüdudlarından kənarda milyonlarla tamaşaçılara yayımlayan Azərbaycan televiziyasına da dərin minnətdarlığımızı bildirmək istəyirik. Və təbii ki, istəkli televiziya tamaşaçılarımız hər həftə bizi izlədiyiniz üçün sizə də çox sağ olun deyirik. Belə, təşəkkürlərimiz bu qədər. İndi isə əziz intellektuallarımız, iştirakçılarımız, mən sizə yarışmamızın şərtləri haqqında məlumat vermək istəyirəm. Bizim yarışmamız 3 turdan ibarətdir. Seçim, oyun və final turlarından. Oyun əsnasında mən hər turun şərtləri haqqında sizə məlumat verəcəm. İlk seçim turumuz olduğu üçün onun haqqında məlumat vermək istəyirəm. Seçim turumuzun qaydaları belədir. Mən seçim sualını səsləndirəcəm. Vaxt getdi deyəcəm. Studiyada zil səs səslənəcək. Və yalnız bu səsdən sonra siz düymələri basırsınız və kimin işığı birinci yansa, o cavab vermək hüququ qazanır. Düzgün cavab verilsə, biz həmin iştirakçını bura dəvət edəcəyik və yarışmamıza başlayacağıq. Yəni, oyun turumuzu. Şərtlər aydındır. Aydındır şərtlər. Elə isə gəlin başlayaq. Seçim sualı. Bu rayon 1939-cu ildə təşkil olunub. 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş. 1990-cı ildə yenidən müstəqil rayon olmuşdu. Bakı-Tbilisi dəmir yolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir. Haqqında danışdığımız bu rayon hansıdır? Vaxt getdi. Pərvin Həşimov. Pərvin, buyurun, mikrofonu götürün. Zəhmət olması. Mənim fikrimcə bu Ağstafa rayonudur. Ağstafa rayonudur, sizin fikrinizcə. Bu həqiqətən Ağstafa rayonudur, düzdür. Əziz tamaşaçılar, beləliklə bugünkü yarışmamızın ilk iştirakçısı Pərvin Həşimovdur. Pərvin, buyurun. Pərvin, xoş gördük. Sağ olun. Sizə uğurlar arzulayırıq oyun turumuzda və ilk öncə gəlin tamaşaçılarımıza özünüz haqqında məlumat verin. Həşimov Pərvin 1998-ci ildə Bərdə rayonunda anadan olmuşam. 2004-cü ildə Ağcabədi rayonu Yuxarı Qəyam adlı kəndi Ali Mustafavi adına tam orta məktəbə 1-ci sinifə qəbul olmuşam. 2015-ci ildə İqtisad Universitetinin İqtisad və Sənaye Fakültəsinin 1-ci kursuna daxil olmuşam. Əlavə maraq da, xoşladığım iş isə açıq havada gəzmək. Açıq havada gəzmək. Yəni, iqtisadiyyata aid kitablar oxumaq. Kitablar oxumaq. O, hobbiyə daha uyğundur, yəni kitab oxumaq. Açıq havada gəzmək bizim hamımızın hobbisidir. Belə, Pərvin, sizə bir də uğurlar və oyun turumuzun şərtləri haqqında sizə məlumat vermək istəyirəm. Oyun turumuzda 5 mövzu var. Ekranda da onları görürsünüz. Dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət və ümumi mövzu. Bu 5 mövzudan, Pərvin, siz yalnız 3-ünü seçə bilərsiniz. Çünki hər mövzuda 3 sual var və ümumilikdə 9 suala cavab vermək lazımdır. 20 saniyə sizə vaxt veriləcək düşünməyə və 2 dəfə zala müraciət edə bilərsiniz, kömək götürə bilərsiniz zaldan. Şərtlər aydındır? Aydındır. Gəlin keçək mövzu seçiminə, buyurun. Coğrafiya. Coğrafiya. Pərvin coğrafiyanı seçdi. Biz Pərvinlə coğrafiya mövzusunda oyunumuza başlayırıq. Pərvin, sual belədir. İmişli, Sabirabad, Saatlı, İnzibati rayonlarının ərazisində hansı iqlim tipi hakimdir? Vaxt getdi. İmişli, Sabirabad və Saatlı. Vaxt bitdi, Pərvin, sizin cavabınız? Mənim fikrimcə yarım səhra quru çöl iqlim tipi. Sizin fikriniz? Yarım səhra quru çöl iqlim tipi. Tamamilə düz fikirdir. Yarım səhra və quru çöl. Cavabı bilirsinizsə, dərhal da cavab verə bilərsiniz. Vaxt getmədən. Növbəti sual. Sahəsinə, əhalisinə, iqtisadi gücünə görə respublikamızda birinci yeri tutan təbii coğrafi rayon və ya təbii vilayət hansıdır? Vaxt getdi. Sahəsinə, əhalisinə, iqtisadi gücünə görə.
təbii coğrafi rayon ya da təbii vilayət. Belə, vaxt bitdi, Pərvin, sizin versiyanız. Köməkdən istifadə. Kömək götürmək istəyirsiniz. Kim kömək eləsin sizə? Kür çökəklik. Qarşıdakı olan. Qarşıdakı Ha. oğlan. Siz. Rəşad Rzayev, Dövlət İdarəçiliyi Akademiyası 2-ci kurs. Mənim fikrimcə bu Böyük Qafqazdır. Rəşad deyir ki, bu Böyük Qafqazdır. Razılaşırsınız? Bəli, razılaşıram. Razılaşırsınız. Razılaşıram. Böyük Qafqaz sahəsinə, əhalisinə və iqtisadi gücünə görə Respublikamızda birinci yer tutan təbii coğrafi rayon və ya təbii vilayət Böyük Qafqazdır, düzdür. Çox sağ olun. Böyük Qafqaz və coğrafiyadan üçüncü sual. Ordubad ərazisində yerləşən Diyaq çay yatağı hansı faydalı qazıntı ilə zəngindir? Vaxt getdi. Diyaq çay yatağı hansı faydalı qazıntı ilə zəngindir? Ordubad ərazisində yerləşən. Molibden. Necə? Molibden. Molibden. Bəli, bu molibdendir, düzdür. Belə, Pərvin, coğrafiya mövzusunda olan 3 suala cavab verdiniz və biz mövzunu dəyişməliyik. Növbəti mövzu Tarix və etnografiya. tarix və etnografiya olsun. Pərvin tarix və etnografiyanı seçdi və biz Pərvindən tarix və etnografiya mövzusunda oyunumuzu davam etdiririk. Bu xanlıq Qarabağ, Ərdəbil, Xoy, Təbriz, Naxçıvan xanlıqları ilə həmsərhəd idi. Mərkəzi Əhər şəhəri idi. Söhbət hansı xanlıqdan gedir? Vaxt getdi. Söhbət hansı xanlıqdan gedir, Pərvin? Qaradağ xanlığı. Qaradağ xanlığından gedir söhbət. Söhbət həqiqətən Qaradağ xanlığından gedir, düzdür. Növbəti sual. 859-cu ildə Gəncəni bərpa etdirib, öz iqamətgahını buraya köçürən məziyyədi nümayəndəsi kim idi? Vaxt getsin? Geçsin. Geçsin. Vaxt getdi. Beləliklə, cavabınız beləliklə Məhəmməd ibn Yezid. Məhəmməd ibn Yezid. Düzdür, Məhəmməd ibn Yezid. Və üçüncü sual tarix və etnografiyadan Pərvin. Sual belədir. 1578-ci ilin 9 sentyabrında baş vermiş bu döyüşdə Osmanlı ordusu böyük itki verdi və Səfəvilər xeyli qənimət ələ keçirdilər. Bu hansı döyüş idi? 1578-ci il, sentyabrın 9-u. Vaxt getdi. Belə, vaxt bitdi, Pərvin. Köməkdən istifadə edir. Köməkdən istifadə etmək istəyirsiniz? Buyurun. Dəqiq bilən varsa, kim dəqiq bilir? İkincidəki qardaş. Abüsadə Fərid, Dövlət İdarəçiliyi Akademiyası 2-ci kurs. Mənim fikrimcə bu çıldır döyüşüdür. Çıldır deyil deyəsən. Fərid deyir ki, bu çıldır döyüşüdür. Olsun çıldır döyüş. Molla Həsən Olsun çıldır döyüşü. çıldır döyüş olsun. Olsun. Qəbul etdik. 1578-ci ilin 9 sentyabrında baş vermiş bu döyüşdə Osmanlı ordusu böyük itki verdi və Səfəvilər xeyli qənimət ələ keçirdilər.
Amma bu döyüş çıldır döyüşü değildi, bu qanıq ya da alazan döyüşü idi. Belə. Pərvin, siz özünüz tərəddüd elədiniz bu sualda. Çıldır döyüşü deyəndə deyəsən onu qəbul etmək istəmədiniz. Elədir? Amma düzgün cavabı da özüm bilmirdim. Amma düzgün cavabınız da versiyanızda yox idi. Çox təəssüf. Amma biz sizə yenə də uğurlar arzulayırıq və gələn dəfə gələcəkdə bizim yarışmamıza iştirakçı qismində qatılıb, bəlkə də finala çıxıb qalib adını qazanasınız. Sizə uğurlar, üzülməyin. Çox sağ olun. Əziz tamaşaçılar, biz isə keçid alırıq növbəti seçim turumuza. Bu rayon 1943-cü ildə təşkil edilmişdi. 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş. 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdu. Mənbələrdə adını ərazisindən axan eyni adlı çaydan götürdüyü qeyd edilir. Söhbət hansı rayondan gedir? Vaxt getdi. Zeynal Rəşidli. Zeynal. Mənim fikrimcə bu Ağsu rayonudur. Sizin fikrinizcə bu Ağsu rayonudur. Və bu Ağsu rayonudur. Düzdür. Beləliklə, əziz tamaşaçılar, növbəti iştirakçımız Zeynal Rəşidlidir. Zeynal, buyurun. Zeynal, xoş gördük. Sizə uğurlar arzulayırıq və sizdən maraqlı oyun gözləyirik təbii ki. Gəlin özünüz haqqında məlumat verin tamaşaçılarımıza. Zeynal Rəşidli, 1996-cı il təvəllüdlü, Dövlət Dərəcə Akademiyası 2-ci kurs tələbəsiyəm. Boş vaxtlarımda hobbi kimi kitab oxumağı çox sevirəm və dərslərimdə çox fəalam. Dərs oxumaq. Aydın məsələdir. Bəs hansı kitabları oxuyur, hansı janrlarına daha çox üstünlük verirsiniz? Daha çox bədii ədəbiyyata üstünlük verirəm. Həm Azərbaycan, həm dünya ədəbiyyatından oxuyuram. Sevdiyiniz yazıçılar? Azərbaycan ədəbiyyatından Hüseyn Cavid, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə. Dünya ədəbiyyatından da Victor Hugo'nu, sonra Jack Londonu çox bəyənirəm. Aydındır. Gözəl. Zeynal, bir də uğurlar sizə. Oyun turumuzun şərtləri yəqin ki, yadınızdadır. 5 mövzu, 9 sual. Buyurun, seçə bilərsiniz. Coğrafiya. Coğrafiya. Zeynal coğrafiyanı seçdi və biz Zeynal'la coğrafiya mövzusunda oyunumuza başlayırıq. Coğrafiyadan ilk sual. Sual belədir. Ağ yataq, civə, Hacıvəlli, kvarslı qumlar, zod yatağı, sual. Nöqtələrin yerinə hansı faydalı qazıntının adı yazılmalıdır? Vaxt geçsin. Qızıl. Qızıl deyirsiniz. Qızıldır, düzdür. Növbəti sual. Qərzəkli meyvəçilik üzrə ixtisaslaşmış iqtisadi coğrafi rayon hansıdır? Şəki-Zaqatala. Tamamilə doğrudur. Şəki-Zaqataladır. Və coğrafiyadan üçüncü sual. Sual belədir. Bu qoruq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli sərəncamı ilə Goranboy rayonunda yaradılmışdır. Qoruğun adı 2 hecadan ibarətdir. Birinci hissəsi görməyən sözü ilə eyni məna ifadə edir. Söhbət hansı qoruqdan gedir? Vaxt geçsin? Bəlkə. Vaxt getdi. İpucu birinci hissəsində verildi. Sözün birinci hissəsində. Ardını da siz tapın. Buyurun. Kör çay. Kör çayı deyirsiniz. Bəs tam cavab? Kör çay qoyub.
Qoruqlar adətən Dövlət necə? qoruğudur. Ha? Dövlət qoruğu. Körçay dövlət qoruğu. Körçay qəbul elədim. Körçay dövlət təbiət qoruğudur. Düzdür. Bu coğrafiya mövzusu idi. 3 suala cavab verdiniz və mövzunu dəyişməliyik. Tarix və etnografiya. Tarix və etnografiya. Zeynal tarix və etnografiyanı seçdi. Biz Zeynal'la tarix və etnografiya mövzusunda oyunumuzu davam etdiririk. Zeynal, 629-cu ildə imzalanan Bizans-Sasani müqaviləsinə əsasən Albaniya hansı dövlətin hakimiyyəti altında qaldı? Sasani dövləti. Tamamilə doğrudur. 1297-1298-ci illərdə Azərbaycanın şimalında Taycu oğlunun başçılığı ilə baş vermiş qiyam hansı dövlətə qarşı idi? Vaxt getdi. Belə, vaxt bitdi. İllərə görə Hülakülər dövləti. Hülakülər dövləti deyirsiniz və bu həqiqətən Hülakülər dövləti idi, düzdür. Zeynal, 3-cü sual tarix və etnografiyadan sual belədir. 1920-ci ilin avqustunda Həmdullah Əfəndinin və Maylın başçılığı ilə Sovet hakimiyyətinə qarşı kəndli çıxışları hansı qəzada baş vermişdi? Vaxt getdi. Buyurun Zeynal. Quba qəzası. Deməli, variantınız Qubadır. Və sizin bu variantınız və cavabınız səhv deyil, Qubadır. Belə, tarix və etnografiyanı bitirdiniz və növbəti 3-cü mövzu. Dil və ədəbiyyat. Dil və ədəbiyyat olsun. Zeynal dil və ədəbiyyatı seçdi. Biz Zeynal'la dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir. Şeirin 2 misradan ibarət olan qismən bitkin hissəsi məhz belə adlanır. Bu şeir vahidinin şah, mətlə və məqtə kimi növləri vardır. Qəzəl, qəsidə, qitə, məsnəvi kimi janrların yazıldığı bu şeir vahidi hansıdır? Beyt. Tamamilə doğrudur, beytdir. 8-ci sual. Həmcins üzvləri hamısına aid olan və onların mənalarını ümumiləşdirən sözə və söz birləşməsinə nə deyilir? Ümumiləşdirici söz. Düzdür. Zeynal, siz dediniz ki, ədəbiyyatı sevirsiniz. Maraqlanırsınız, sevirsiniz, oxuyursunuz. Sual düşmüşdü, beyt idi cavabı. Bizə hansı şeirdən bir beyt söylə bilərsiniz? Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər ila məkan mənəm, gövnə məkana sığmazam. Nəsimidən idi. Zeynal, və gəlib çatdıq 9-cu suala. 2 kömək şansınız var. Bəxtiniz gətirdi. Bu 9-cu sual elə ədəbiyyatdandır və dediniz Hüseyn Cavidi, onun əsərlərini oxuyursunuz, mütaliə edirsiniz. Xoşlayıram. Xoşlayırsınız. Sual isə belədir. Hüseyn Caviddəndir sual. Hüseyn Cavid, Əbülqasım Firdovsinin anadan olmasının 1000 illik yubileyi münasibəti ilə 1933-cü ildə bu faciəni yazıb tamamlamışdır. Əsər Firdovsinin Şahnamə əsərinin masivləri əsasında yazılmışdır. Bu əsər hansıdır? Vaxt getdi. İki köməyiniz var, narahat olmayın.
finala sizlə keçmir. Ona görə variantınız yoxdursa, varsa buyurun. Kömək götürərdim. Kömək. Bilən varsa, bilən deyəsən siz bilirsiniz. Buyurun. Hamid Nuriyev, Dövlət İdarəçiliyi Akademiyası 3-cü kurs Beynəlxalq Münasibətlər. Mənim fikrimcə bu Siyavuşdur. Bəli. Çox sağ olun. Siyavuşdur. Hamid dedi ki, bu Siyavuş faciəsidir. Amma siz də deyəsən, Hamiddən əvvəl dediniz ki, yadınıza düşdü. Belə, Zeynal. Mənim də Siyavuş deməkdən başqa bir çarəm qalmır. Və siz finaldasınız. Təbrik edirəm. Zeynal, təbrik edirəm sizi. Siz finaldasınız. Bugünkü yarışmamızın ilk finalçısısınız. Çox gözəl oynadınız və finalda biz sizə uğurlar arzulayırıq. Finalda görüşərik. Çox sağ olun. Buyurun. Əziz tamaşaçılar, biz keçirik növbəti seçim turumuza. Sual belədir. Antik Yunan coğrafiyaçısı Strabon bu qədim ərazini Məbədlər diyarı adlandırmışdı. Rusiya Federasiyası, Gürcüstan Respublikası və Zaqatala rayonu ilə həmsərhəd olan bu inzibati rayonumuz hansıdır? Vaxt getdi. Buyurun Məhəmməd Vəliyev. Mənim fikrimcə bu Balakən rayonudur. Bu Balakən rayonudur, düzdür. Və əziz tamaşaçılar, yarışmamızın növbəti iştirakçısı Məhəmməd Vəliyevdir. Məhəmməd, buyurun. Məhəmməd, xoş gördük. Sağ ol. Təbrik edirəm sizi. Sağ ol. Oyun turundasınız. Sizi 9 sual gözləyir və ilk öncə gəlin özünüz haqqında bizə məlumat verin. Mən Vəliyev Məhəmməd, 1997-ci ildə Bərdə rayonunda anadan olmuşam. 2003-cü ildə orta məktəbə gedib 2014-cü ildə bitirmişəm və Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasına qəbul olmuşam. Hal-hazırda 2-ci kurs oxuyuram. 2-ci kurs tələbəsiz. Hansı ixtisas üzrə? Dövlət Bələdiyyə İdarə Etməsi. Dövlət Bələdiyyə İdarə Etməsi. Maraqlarınız haqqında? Maraqlarım boş vaxtında kitab oxuyuram, idmanla maraqlanıram. Sizə uğurlar Məhəmməd. Oyun turumuz haqqında məlumatınız var yəqin ki. Eləsi gəlin keçək mövzu seçiminə. Buyurun. Coğrafiya. Coğrafiya. Məhəmməd coğrafiyanı seçdi. Biz Məhəmmədlə coğrafiya mövzusunda oyunumuza başlayırıq. Və ilk sual. Qazax Qarabağ fiziki coğrafi rayonu hansı təbii vilayətdə yerləşir? Vaxt getdi. Qazax Qarabağ fiziki coğrafi rayonu hansı təbii? Dayansın. Kür çəkəkli vilayət. Düzdür. Növbəti sual. Məhəmməd, Quba Xaçmaz, Abşeron, Dağlıq Şirvan və Lənkəran Astara. Bu iqtisadi coğrafi rayonlardan hansının Xəzər dənizinə birbaşa çıxışı yoxdur? Vaxt getməsin Dağlıq Şirvan. Təbii ki, bu Dağlıq Şirvandır, düzdür. Və üçüncü sual. Respublikamızın dağlıq ərazilərində yayılmış bu torpaq tipinin ibtidai, torflu və çimli kimi növləri vardır. Bu hansı torpaq tipidir? Dağ çəməni. Vaxt getsin, yoxsa cavab verirsiniz? Getsin. Vaxt getdi. Dağ çəməni. Saxlayaq vaxtı. Saxlayaq. Buyurun. Mənim fikrimcə bu dağ çəmən torpaq. Dağ çəməndir. Bu torpaq tipi dağ çəməndir, düzdür. Belə, coğrafiyanı bitirdiniz. 3 suala cavab verdiniz. 2 köməyiniz yerindədir. Və növbəti mövzu? Tarix və etnografiya. Tarix və etnografiya. Məhəmməd tarix və etnografiyanı seçdi. Biz Məhəmmədlə tarix və etnografiya mövzusunda oyunumuzu davam etdiririk. Məhəmməd, 9-cu, 11-ci əsrlərdə dövlətə məxsus olan və gəliri birbaşa xəzinəyə gələn torpaqlar necə adlanırdı? Vaxt getməsin divan torpaqları. Divan torpaqları. Düzdür. Albaniya dövlətində
Şola vilayəti ilə Şəki arasında yerləşən bu vilayətdə paytaxt Qəbələ şəhəri yerləşirdi. Bu hansı vilayəti idi? Lipina. Belə. Lipina deyirsiniz. Düzdür. Və tarix və etnografiyadan 3-cü sual. 1374-1382-ci illərdə hakimiyyətdə olmuş bu Cəlairi hökmdarının dövründə daxili çəkişmələr güclənmiş, feodal özbaşınalığı artmışdı. Bu hansı hökmdar idi? Vaxt getdi. Getdi. Vaxt bitdi. Sultan Hüseyin. Sultan Hüseyin. Bu hökmdar Sultan Hüseyin idi, düzdür. Məhəmməd, bu tarix və etnografiya mövzusu idi. 3 sual qaldı və bir mövzu. Mövzu seçimində diqqətli olmaq lazımdır, amma onu da deyim ki, 2 köməyiniz var. Bir şey də var ki, zalda əyləşən bizim qonaqlarımız həmin mövzuda olan sualları ilə bağlı sizə kömək edə bilsinlər. Hansını seçirsiniz? Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Olsun. Olsun. Məhəmməd dil və ədəbiyyatı seçdi. Biz Məhəmmədlə dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir. Bu termin fransız sözüdür. Mənası əsərdə təsvir olunan mahiyyət və hadisənin özü deməkdir. Ekspozisiya, zavyaska, kulminasiya, razvyaska, final kimi mərhələləri olan bu ədəbi termin hansıdır? Vaxt getdi. Yəni bir əsərin hər bir əsərin bunu bildirən yəni termin var. Bilmirsinizsə kömək götürün. Amma ki, bir də kömək götürürsünüz. Kim kömək eləsin sizə? Abuşzadə Fərid. Fərid. Abuşzadə Fərid Dövlət Dairəsili Akademiyası 2-ci kurs. Mənim fikrimcə bu sujetdir. Fərid deyir ki, bu sujetdir. Razılaşırsınız. Yəni, əsərdə təsvir olunan mahiyyət və hadisə Sujet xətti. Əsərin sujetidir. Sujet xətti deyirlər. Düzdür, sujetdir. Fərid, çox sağ olun. Ekspozisiya, kulminasiya, final kimi mərhələləri də məhz sujetin tərkib hissələridir. Növbəti sual dil və ədəbiyyatdan. Sual belədir. Dan ulduzu üfüqdən boylananda karvan şərqə doğru yola düşdü. Cümləsində zaman zərfliyinin ifadə vasitəsi nədir? Vaxt getdi. Baxın monitora, təhlil eləyin. Məhəmməd, baxın monitora, təhlil eləyin. Fe'li bağlama tərkibi. Vaxt bitdi. Buyurun. Fe'li bağlama tərkibi. Fe'li bağlama tərkibi. Bu fe'li bağlama tərkibidir, düzdür. Məhəmməd, bu 9-cu sualdır. Gəlib çatdıq 9-cu suala. Sizin bir köməyiniz var. Sual belədir. Bu şair 12-ci əsrin birinci yarısında yaşayıb yaratmışdır. Ədəbiyyatımızda gözəl rübailər ustadı kimi tanınır. Nizami Gəncəvinin Xosrov və Şirin poemasındakı qeydinə görə Gəncə sarayında ona bir qəzəl üçün xəzinə bağışlamışdır. Bu ədibimiz kimdir? Vaxt getdi. Hatta bilmirəm. Vaxt saxlayaq. Vaxtı saxlayaq. Vaxtı saxlayaq. Məsəd Gəncəvi. Cavabınız? Məsəd Gəncəvi. Məsədi Gəncəvi.
Nə deyim? Dəstək qrupu. Siz nə fikirləşirdiniz? Siz də Məsləhəti Gəncəvi fikirləşirdiniz. Görürsünüz, dəstək qrupunuz, siz də deyirsiniz ki, Məsləhəti Gəncəvidir. Biz də deyirik ki, bu Məsləhəti Gəncəvidir. Düzdür. Məhəmməd, sizi təbrik edirəm. Buyurun. Siz yarışmamızın finalındasınız və finalda sizə uğurlar arzulayırıq. Finalda görüşənədək. Çox sağ olun. Buyurun. Əziz tamaşaçılar, biz keçid alırıq növbəti seçim turumuza. Movses Kalankatlının məlumatına görə bu şəhər Alban hökmdarı 2-ci Vaçe dövründə Firuzin göstərişi ilə salınmışdı. Bu dövrdə şəhərin adı Firuzabad olmuşdu. Kitab-ı Qorqud dastanında da bu şəhərdən bəhs olunur. Bu qədim şəhərimiz hansıdır? Vaxt getdi. Fərid Hüseynov, Fərid. Mənim fikrimcə bu Bərdə şəhəridir. Bərdə şəhəridir. Bu Bərdə şəhəridir, düzdür. Beləliklə yarışmamızın növbəti iştirakçısı Fərid Hüseynovdur. Fərid, buyurun. Fərid, təbrik edirik sizi. Sizə uğurlar arzulayırıq və ilk öncə tamaşaçılarımıza özünüzü təqdim edin, sonra isə biz keçəcəyik yarışmamıza birbaşa. Mən Fərid Hüseynov, 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Hal-hazırda Türkiyə Dəyənət Vəqfi Bakı Türk liseyində 11-ci sinifdə təhsil alıram. İkinci qrup üzrə hazırlaşıram. Boş vaxtlarımda kitab oxumaq və film izləməyi sevirəm. Aydındır. Gözəl. Fərid, sizə uğurlar bir də. Oyun turumuzda qaydalarından siz tanırsınız. Eləsi gəlin keçək mövzu seçiminə. Tarix və etnoqrafiyadan başlayalım. Tarix və etnoqrafiya olsun. Fərid tarix və etnoqrafiyanı seçdi. Biz Fəriddən tarix və etnoqrafiya mövzusunda oyunumuza başlayırıq. Sual belədir, Fərid. 1615-1616-cı illərdə Dəli Məlik təxəllüslü Məlik Pirinin başçılığı ilə üsyan harda olmuşdu? Vaxt getməsin, bu Şirvan ərazisidir. Düzdür, Şirvan. Növbəti sual. 1829-cu ildə Nuxa, indiki Şəki şəhərində fəaliyyətə başlayan manufaktura necə adlanırdı? Vaxt getməsin, Xanabad manufakturası. Xanabad manufakturası düzdür. Və üçüncü sual. 1912-ci ilin sentyabr-oktyabr aylarında 4-cü Dövlət Dumasına keçirilən seçkilərdə Azərbaycandan deputat kim seçildi? Vaxt getməsin, Məmməd Yusif Cəfərov. Afərin, düzdür. Belə, tarix və etnoqrafiyanı bitirdiniz. Çox asanlıqla, qısa və konkret cavablarınızla. İndi isə biz mövzunu dəyişməliyik. Coğrafiya olsun. Olsun coğrafiya. Fərid coğrafiyanı seçdi və biz Fəridlə coğrafiya mövzusunda oyunumuzu davam etdiririk. Fərid, hədəfiniz hansı universitetdə ali təhsil ocağıdır? Hal-hazırda Azərbaycan Diplomatik Akademiyasını nəzərimdə tuturam. Adı qəbul olunmaq istəyirsiniz? Aydındır, inşallah. Biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Hansı ixtisasa, fakültəyə? Yəqin ki, biznes idarə edilməsi. Uğurlar sizə. Çox sağ olun. Coğrafiyadan birinci sual isə belədir. Quba, Xaçmaz, Siyəzən, Şabran, Qusar. Bu inzibati rayonlardan hansılarının Xəzər dənizinə birbaşa çıxışı yoxdur? Vaxt getsin. Vaxt getsin. Quba, Xaçmaz, Siyəzən, Şabran, Qusar. Bu inzibati rayonlardan hansılarının Xəzər dənizinə birbaşa çıxışı yoxdur? Mənim fikrimcə bu Quba və Qusar rayonlarıdır. Sizin fikrinizcə bu Quba və Qusar rayonlarıdır. Fikriniz tamamilə doğrudur. Quba və Qusar. Növbəti sual. Ceyrançöl, Acınovur alçaqdağlığı hansı tektonik zonada yerləşir? Vaxt getməsin, Kür çökəkliyi tektonik zonasında.
Kür çökəkliyi, Kür dağarası çökəkliyi. Düzdür, düzdür. Və coğrafiyadan üçüncü sual. Sual belədir. Ağzı bir Çala gölü hansı fiziki coğrafi rayonda yerləşir? Vaxt getsin. Vaxt getsin. Ağzı bir Çala gölü hansı fiziki coğrafi rayonda yerləşir? Belə, vaxt bitdi. Versiyanız varmı Fərid? Versiyam Şabran var, amma dəqiq bilmirəm. Olsun Şabran. Olsun Şabran. Yəni fiziki coğrafi. Hə, fiziki coğrafi rayon olaraq Samur Dəvəsi fiziki coğrafi rayonunda. Tamamilə doğrudur. Belə, bu coğrafiya mövzusu idi. Üçüncü mövzu. Olsun dil və ədəbiyyat. Dil və ədəbiyyat. Fərid dil və ədəbiyyatı seçdi. Biz Fəridlə dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Fərid, xatırladım ki, sizin iki köməyiniz də var. Amma arzu edirəm ki, o köməklər sizə İnşallah lazım olmasın. 3 sual var. 3 sual sizi finaldan ayırır və dil və ədəbiyyatdan birinci sual belədir. Bu termin ədəbiyyatşünaslıqda hiperbola sözü ilə də ifadə olunur. Bədii əsərdə nəzərə çatdırılacaq hadisənin, hiss-həyəcanın qəsdən olduğundan daha qabarıq verilməsidir. Bu hansı bədii ifadə vasitəsidir? Vaxt getsin. Vaxt getsin. Hansı bədii ifadə vasitəsidir? Mübaliğə versiyam var. Amma Qəbul eləyək? qəbul edeyim. Qəbul elədik. Mübaliğə dediniz, yəni şişirtmə. O da hiperbola deməkdir, düzdür. Növbəti sual dil və ədəbiyyatdan. Mənim dostlarımdır minlər, milyonlar. Əhməd Cavadın şeirindən bir sitatdır. Bu cümlədə mübtada hansı nitq hissəsi ilə ifadə olunmuşdur? Vaxt getməsinin sayla ifadə olunmuşdur. Təbii ki, sayla, düzdür. Və üçüncü sual, eyni zamanda 9-cu sualdır. İki köməyiniz var. Amma mənə elə gəlir ki, o sualın cavabını da siz tapacaqsınız. Sual isə belədir. Şah İsmail Xətai bu əsəri 1506-cı ildə yazmışdı. Bu əsərlə eyni adlı əsəri Marağalı Əhvadi Xətaidən əvvəl fars dilində yazmışdı. Xətai isə bu əsəri ana dilində qələmə almışdı. Huş, ah, göz, yaşı kimi simvolik obrazların daxil olduğu bu əsər hansıdır? Vaxt getsin. Vaxt getsin. Vaxt bitdi Fərid və Dəqiq versiyam yoxdur, buna görə zala müraciət edirəm. heç versiyanız yoxdur, yoxsa 10% cavab ola biləcək bir variantım var, amma inanıram ki, o deyil, ona görə səsləndirmək onda istəmirəm. kömək götürək. Nihat olsun. Olsun Nihat. Nihat Şərifov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi şagirdi. Mənim fikrimcə bu Dəhnamədir. Nihatın fikrincə bu əsərin adı Dəhnamə poemasıdır. Qəbul edirəm. Qəbul elədiniz. Biz də qəbul elədik. Sizin versiyanız nə idi? Mənim versiyam da Dəhnamə idi, amma əmin deyildim. Dostum Dediniz 10% əminəm mən. Bəli, 10% əmin idim. Əslində başqa bir versiya yoxdur deyə, yəni Dəhnaməni deyirəm. Yəni 100% əmin deyiləm hal-hazırda da.
Hal-hazırda da əmin deyilsiniz ki, bu dəhnamə poemasıdır. Əmin deyiləm, lakin dəhnamə olaraq cavab verirəm. Əgər siz Nihatın köməyini qəbul etməsəydiniz və öz variantınızı deyib finala keçsəydiniz, deməli köməkləri istifadə etmədən final olacaqdınız. Amma siz bir kömək şansınızdan istifadə elədiniz. Amma bunun heç fərqi yoxdur, çünki bu dəhnamə poemasıdır, düzdür. Çox parlaq oyun göstərdiniz. Fərid, sizi təbrik edirəm. Siz finaldasınız. Çox gözəl oyun göstərdiniz və finalda da biz sizdən maraqlı, gözəl oyun gözləyirik. Finalda sizə uğurlar arzulayırıq. Çox sağ olun. Finalda görüşərik. Buyurun. Əziz tamaşaçılar, əziz qonaqlar, indi mən əslində finala keçidi elan etməliyəm. Bilirəm, finala keçən iştirakçılarımız həyəcanlıdırlar və final turumuzu səbirsizliklə gözləyirlər. Amma bu həyəcanı qaldırmağa onlara elə bizim bir iştirakçımız kömək eləyəcək. Nərmin Mikailova oyunda təəssüflər olsun ki, yəni seçim turundan oyun turuna keçə bilmədi. Amma onun gənclərimizə bir mahnı ərmağanı var, bir mahnı, bir musiqi hədiyyəsi var və biz Nərmini dəvət eləyək bura və gənclərimizə bu mahnını təqdim eləyək. Nərmin, buyurun. Ürək sözünüz varsa, onu deyə bilərsiniz. Əslində yarışmaq üçün gəlmişdim, lakin mübarizə apara bilmədim. Bütün qalib olan, bugünə qədər qalib olanlara, həm də hal-hazırda qalib olacaq yoldaşımızı ürəkdən təbrik eləyirəm. Sonra belə... Biz sizə bu şansı bir də verəcəyik. Gəlib, iştirak edərsiniz iştirakçı qismində. O heç də problem deyil. İndi isə, buyurun. Nə mahnısı oxumaq istəyirsiniz? Əslində qalsa xalq mahnılarını çox sevirəm. Azərbaycan milli xalq mahnılarını. Ona görə... Azərbaycan xalq mahnısı. Qaragilə. Qaragilə oxuyur Nərmin Mikailova. Gəlmişəm otağına, oyadam səni, Qaragiləm, oyadam səni. Nə gözəl xəlq eləmiş, yaradan səni, Qaragiləm, yaradan səni. Götürüb mən qaçaram aradan səni, Qaragiləm, aradan səni. Qızıl gül əsdi, səbrimi kəsdi, sil gözün yaşın, Qaragiləm, ağlama bəsdir. Sil gözün yaşın, Qaragiləm, ağlama bəsdir. Alqışlar. Çox sağ olun Nərmin. Çox gözəl bir ifa idi. Biz ümid edirik ki, mən inanıram ki, biz sizlə bir də, yəni bizim yarışmamızda oyunçu kimi sizlə görüşəcəyik. Sizə uğurlar arzulayırıq. Çox sağ olun. İndi isə əziz tamaşaçılar, bu yüksək əhval-ruhiyyə ilə, gözəl əhval-ruhiyyə ilə biz keçid alırıq final turumuza. Beləliklə, final. Əziz tamaşaçılar, biz gəlib çatdıq final turumuza. Final turundayıq və bugünkü yarışmamızın finalında 3 iştirakçımız, 3 finalçımız var. Və mən onları sizə bir də təqdim eləmək istəyirəm. Zeynal Rəşidli, Fərid Hüseynov və Məhəmməd Vəliyev. Əziz finalçılarımız, finala gəlib çatmanız münasibəti ilə sizi ürəkdən təbrik edirik. Sizə uğurlar arzulayırıq və final turumuzun şərtləri ilə sizi
tanış eləmək istəyirəm. Final turumuzun şərtləri seçim turumuzun şərtləri ilə eynidir. Yəni mən final sualını səsləndirəcəm, vaxt getdi deyəcəm. Studiyada zil səsi səslənəcək və ondan sonra siz düymələri basacaqsınız və kimin işığı birinci yansa, siz həmin iştirakçı cavab verəcək. İştirakçı səhv cavab versə, final oyunu 2 nəfər arasında davam edəcək və beləliklə sonra o da səhv cavab versə, 1 nəfər oynayacaq. Şərtlər aydındır. Elə isə diqqətli olun. Final sualı səslənir və sual belədir. O 1897-ci ildə tarixi Azərbaycan torpağı İrəvan quberniyasında anadan olmuşdur. 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirib və həmin universitetin daxili xəstəliklər kafedrasında saxlanılmışdır. 1934-cü ildə paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri 1935-ci ildən Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmə məqsədi ilə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilmişdir. O 1941-42-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi, 1942-48-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdir. Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi. Ölkəmizdə ali tibb təhsilinin, ixtisas artırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları və müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri olan bu görkəmli şəxsiyyət kimdir? Vaxt getdi. Buyurun Fərid. Mənim fikrimcə bu Əziz Əliyevdir. Sizin fikrinizcə bu Əziz Əliyevdir. Fərid Əziz Əliyev dedi. Zeynaldan və Məhəmməddən soruşmaq istəyirəm. Sizin versiyanız var idi bu şəxslə bağlı? Məhəmmədin deyəsən versiyası yox idi. Bəs sizin Zeynal? Mikrofona zəhmət olsun. Necə deyim? Hardasa Əziz Əliyev ağlıma gəldi, amma yəni məncə o deyil. Dəqiq bilmirəm. Aydın. O deyil deyirsiniz. Amma Fərid Əziz Əliyev dedi və mən Fəridi həm parlaq oyununa görə, həm də finalda qalib gəldiyinə görə təbrik edirəm. Bu Əziz Əliyevdir. Bugünkü yarışmamızın qalibi Fərid Hüseynovdur. Fərid, buyurun. Fərid, təbrik edirəm sizi. Siz bugün həm oyun turunda, həm finalda da çox gözəl oyun göstərdiniz və böyük məmnuniyyətlə sizin hədiyyələrinizi təqdim eləmək istəyirəm sizə. Mən Azərbaycanlıyam intellektual oyununun qalibinin diplomu, Gənclər və İdman Nazirliyinin diplomu sizindir. Bu gözəl notebook Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sizindir və təbii ki, biz sizin ürək sözlərinizi eşitmək istəyirik. Buyurun. Mən ilk öncə bu yarışmanın təşkilatında əməyə keçən hər bir dövlət qurumuna və xüsusilə Azərbaycan televiziyasına öz dərin təşəkkürümü bildirirəm. Həmçinin bu yarışmada göstərdiyim parlaq nəticəyə görə, qazandığım biliklərə görə öz müəllimlərimə, valideynlərimə və məni burada dəstəkləmək üçün gələn dostlarıma təşəkkürümü bildirirəm. Çox sağ olun. Biz sizə uğurlar arzulayırıq və onu da qeyd edim ki, ilin qalibi adı uğrunda keçiriləcək yarışmalarda siz də iştirak edəcəksiniz. Bir bu yarışmanın qalibi kimi və kim bilir, bəlkə elə ilin qalibi elə siz oldunuz. Biz sizinlə gələn bizim yarışmalarımızda görüşəcəyik. İndi isə sizi təbrik edirik və uğurlar arzulayırıq. Çox sağ olun. Buyurun. Daha bir yarışmamızın sonuna gəlib çatdıq, hörmətli televiziya tamaşaçılarımız. Bugün də Mən Azərbaycanlıyam Milli Bilik yarışmasında zəfər qazananların siyahısına daha bir qalibin adı yazıldı. Təkcə bizim yarışmamızda deyil, həyatlarının hər bir sahəsində bu gözəl qalibiyyət hissini yaşayan bütün gənclərimizi təbrik edirik və uğurlarınızın ardı arası kəsilməsin deyirik.
Bugün kiçik uğursuzluğa rast gələn gənclərimizə isə üzülməyin, bu sadəcə olaraq bir yarışmadır. Sizin qələbələriniz irəlidədir deyirik. Sadəcə oxuduqlarınızı təkrarlayın, biliklərinizi təkmilləşdirin, bilmədiklərinizi isə öyrənin. Gəlin Azərbaycanımızı tanıyaq və tanıdaq. Bugün bu qədər. Gələn həftə görüşənə gəl. Hələlik.